İsti iyul ayı cəmaət Sibrizdədir, dənizdədir, bağdadır. Mən isə Azərbaycan Milli Elmlər Akademiyasındayım. Nəyə görə? Çünki yenə gəlmişəm tarixi silahlandırma dərsimə. Eşq olsun Milli Elmlər Akademiyası. Biraz da ağıllanım. İndi varam ki, kiməsə lazımdır bu. Məsələyə toxunmaq istəyirəm ki, 1828-ci ildən sonra əlimizdə çoxlu arxiv sənədləri, yəni məhkəmə sənədləri var. Həmin məhkəmə sənədləri ermənilərin bura necə yerləşdirilməsi, o torpaqların bizim mülkiyyətçilərin, ya Azərbaycan türklərinin mülkiyyətində olan torpaqların necə əllərindən alınması, məhkəmələrin haqsız qərarları. Mən o qərarların bir neçəsinə baxdım. Məsələn, qərarda birbaşa məhkəmə hökm verir ki, qərarda bu torpaqlar kameral təsvirlərdə olmadığı üçün məlumat bu torpaqlar dövlət xəzinəsinə keçir. Ancaq açırıq kameral təsvirdə ki, kameral təsvirdə həmin torpaqlar Azərbaycan türklərinin mülkiyyətindədir. Böyük bir torpaq sahəsidir və bundan yüzlərlə, minlərlə sənəd var. Nağd mənim əlimdə demək olar ki, buna aid bir 2000-ə yaxın sənəd var. Həmin torpaqların, İrəvan quberniyası ilə bağlı. Həmin torpaqların necə alınıb dövlət xəzinəsinə keçməyə, ondan sonra isə tədricən o 28-ci ildə köçürüləndə düşmənçə müqaviləsinin bəndinin biri budur ki, ermənilərə dövlət torpaqlarının, yaxşı dövlət torpaqlarında yerləşdirilməsi. O xəzinəyə keçirilirdi və sonra isə ermənilərə verilir. Bu toponimin da adı təbii ki, ermənilər oraya gələndə toponimlərin bir çoxunun adını dəyişdilər. Yavaş-yavaş dəyişməyə başladılar. Toponimlərin əsas dəyişməsi 1918-dən başladı. Yəni 1918-ci ildə orada Ararat Ermənistan Respublikası qurulanda artıq qərarla o böyük yaşayış məntəqələrinin adları dəyişdi. Əsasən indi bayaq hörmətli Cəbi müəllim dedi, əsasən ermənilər orada yaşayış məntəqələrinin adını çoxunu dəyişib, saxtalaşdırıb. İlk mərhələdə. Sonra isə çalışıblar müəyyən dəyişikliklər aparmağa, çünki ona nail ola bilməzlər. Əlimizdə məsələn o dövrün xəritələri var. Topografik xəritələr var. Çəkilmiş əlava xəritələr. Rahat deyə bilərsiniz ki, Rusiya yaradıb Ermənistanı. Ona görə deyirəm, mən üzr istəyirəm Bakir müəllimdən, burada müdaxilə edin. Çar Rusiyasının və Sovet Rusiyasının Azərbaycan xalqına qarşı törətdiyi cinayətlər birbaşa ermənilərdən canlı ölüm aləti olaraq istifadə edilir. Və bunların burada güya yerli əhalisi olması faktını sübut etmək üçün hər cür saxtakarlığa əl atılıb. Ona görə də adların dəyişdirilməsi də toponimlərlə bərabər həm də hidronimlərin, homonimlərin adlarının dəyişdirilməsi təsəvvür getirir. Elə bir şəkil alıb ki, baxın, Ağrıda bütün mənbələrdə ilk orta əsrlər və ondan sonraki dövrə aid olan xəritələrin hamısında Ağrıda gedir. Amma 36-cı ildən sonra bayaq qeyd etdiyim İrəvan şəhərində başda olmaqla bütün həm şəhərlərin, həm də dağların adı dəyişib. Məsələn, Alagöz dağının adını götürüblər, Araqas qoyublar. Yəni bu bir deyil, 5 deyil, 10 deyil və burada bütünlükdə götürəndə Azərbaycan xalqının milli, mədəni irsinə qarşı cinayət törədilib. Və bu da BMT-nin yanında ən mötəbər təşkilat olan UNESCO-nun qəbul etdiyi 1954, 1970, 1972, 1993 və ondan sonraki dövrlərdə qəbul etdiyi bütün konvensiyaların maddələrinə tam şəkildə ziddiyyət təşkil edir və cinayət hesab olunur. Ona görə də əgər baxsanız, siz həmin ərazidə Azərbaycan adı ilə bağlı heç bir toponimə, heç bir hidronimə ona rast gəlməyəcəksiniz. Bu, Azərbaycan xalqına qarşı həm Çar Rusiyasının, həm də Sovet Rusiyasının törətdiyi ən ağır cinayətlərdir. Bir şey qeyd edeyim ki, 1828-ci ildən sonra Çar Rusiyası erməniləri bu əraziyə gətirməklə Qafqazda yaşayan xalqların, elə bir ki, xalqlar üçün böyük bir təhlükə yaratdı. Həm də bu, ermənilərin özləri üçün sonradan böyük bir təhlükəyə çevrildi. Çünki erməni ailələri də oradan əziyyət çəkirdi. Məsələn, erməni övladları da orada ölürdü həmin müharibədə. Hansı ki, Çar Rusiyasının və sonra isə Sovet Rusiyasının o siyasətinə xidmət edirdilər. Həm siyasi, həm iqtisadi siyasəti vardı. Orada ermənilər bura gətiriləndə bura gətirilib qoyulmurdu ki, haradasa bir vəzifə yazılır. Ermənilər bura gətirildi, rusların bura gətirilən əsgərlərinə xidmət etmək üçün. Onları sərhədlərdə yerləşdirdilər. Onlar ayaqqabı tikirdi, paltar tikirdi, zavodlarda işləyirdi, qara işlərdə işlədirdilər ki, onlardan istifadə edirdilər. Və ermənilər həm Qafqazı belə pis vəziyyətə qoydular. Qafqazda yaşayan xalqları təhlükə altına saldılar. Onu da bilir ki, 200 ildə o təhlükə hələ bizim üzərimizdən keçmir. Həm də özlərini o təhlükədə yaşadılar. Bu gün də həmin təhlükədən yaşayırlar. Yəni Qafqazda gəldilər, yerləndilər, yaşadılar. Ancaq o təhlükəni dərk eləmədilər. Ondan sonra təbii ki, 19-cu əsrin sonunda artıq erməniləri tək Rusiyaya yox, Avropa dövlətləri də Osmanlıya qarşı başladı istifadə etməyə. Çünki onlar maraqlı idi o xidmətlərdən. Onlar da istifadə edirdi və ölən də erməni olurdu. Əziyyət çəkən də erməni ailəsi olurdu. Amma ermənilər başqa xalqlar üçün təhlükəyə çevrilmişdi. Çünki silahları verirdilər, silahlandırırdılar, maliyyəni verirdilər. O ermənilər də onun hesabına, o ermənilərin bir qismi həmin o cinayətləri həyata keçirirdi ki, hansı ki o cinayətlərdən elə ermənilərin də bir hissəsi zərər görüldü, ziyan görüldü. Və bu gün də o davam. Mən Bəxtiyar müəllim dediyinə əlavə olaraq bir neçə faktı söyləyəcəm. Çünki biz bu məsələləri araşdırarkən bizim həmkarımız Rehman Süleymanovun 2 cilidlik Gülüstan müqaviləsi əsəri var və 1 cilidlik Düşmənçay demək adlı çox mükəmməl əsərlərdir. Və bundan əlavə mənbələr var. Məsələn, demək ki, Qafqaz Arxeoloji Qrafik Komissiyasının axları 13 kitab, 12 cilddir. Bunun 7-ci cildinin 484-cü səhifəsində 2 dekabr 1827-ci ilə aid bir qeyd var. İndi Bəxtiyar müəllim ermənilərin bir zümrə olaraq köçürməsi məsələsi və nə üçün onların köçürməsi məsələsinə toxundu və orada demək söhbət nədən gedir? Bu Azərbaycan xalqını təhqir edərək qondarma erməni vilayəti yaratdılar.
bu vilayəti idarə etmək üçün əsasnamə hazırlayır. Əsasnamə 15 maddədən ibarətdir və orada çox qəribə bir general demək Paskeviç, o işğalçı general digər işğalçı generala Vilyaminova göndərir və yazır ki, demək əsasnamə əsasən doğrudur, amma qeydim var. Qeyd nədən ibarətdir? Bildiyiniz kimi ermənilər çox bic, sırtıq və riyakar bir xalqdır. Müsəlmanlara qarşı nifrətləri ilə seçirlər. Onları vilayətin idarə etməsinə cəlb etmək olmaz. 1827-ci il 2 dekabr tarixli sənəddir. Dediyim kimi, həmin adını çəkdiyim Qafqaz Arxeografiya Komissiyasının aktlarının 7-ci cildinin 484-cü səhifəsində. Bundan sonraki dövrdə maraqlıdır ki, Bəxtiyar müəllim dedi, bu köçürülən əhalinin yerləşdirilməsi zamanı Çar hökumətinin 1847-ci il demək kəndli əsasnaməsi var, bir də 1870-ci il kəndli əsasnaməsi. Məsələn, burada ayrı seçkilik özünü açıq şəkildə göstərir. Necə? Əgər Azərbaycan kəndlisinə 5 liseyyətin torpaq verilirsə, xristian etiqadlı, rus, tutaq ki, erməni yaxud gürcü kəndlisinə 35 liseyyətin verirdi. Həmin kəndlərə kredit verirdi, amma Azərbaycan kəndlisinə o krediti vermirdi. Digər bir faktordan ibarət ki, hətta rus məmurları içərisində, məsələn, Şavrovu götürsəniz, onun bilavasitə Qafqazın canişini Vorontsov Daşkovu necə ittiham etməsi ilə bağlı bizim əlimizdə sənəd var. Və o Daşkov götürür, Vorontsov Daşkov 2-ci Nikolaya məktub yazır ki, biz ermənilərin simasında çox etibarlı bir müttəfiq qazanmışıq. Amma Şavrov həmin Vorontsov Daşkovu ittiham edir ki, sən bu ermənilərə bu qədər niyə demək qayğı göstərirsən? İndi maraqlı tərəf nədən ibarətdir? 1907-ci ildə 2-ci Nikolay Üçməyəzin kilsəsinə bir prokuror təyin edir. Frenki. Bu arxi sənədi bizdə var. Mən keçən dəfə sizlə söhbətdə bunu demişdim. Orada Nikolay, 2-ci Nikolay tələb edir ki, yazın görün bu ermənilər kimdir və erməni Qriqoryan kilsəsi nədir? Özünü, siz bunların haqqında müfəssəl məlumatı mənə göndərin. 6 səhifədən ibarət. Demək, Frenkel bir çox, belə deyim, məzmunlu bir arayış hazırlayır və birinci cümlə belə başlanır. Bəşəriyyətin insanlıq üçün yaratdığı bütün dəyərlərdən ermənilər yan keçir. Bunu biz 1989-cu il, Allah ruhu şad eləsin, Ziya müəllim, Bünyatov Xəbərlər jurnalında çap edir. Bu sənəd bizdə var. Və yazır ki, xəyanət, ikiyüzlük, mənsəbpərəstlik, alçaqlıq elə bir bu tayfanın, xalq demir, millət demir, bu tayfanın ən başlıca milli xüsusiyyətləridir. Yəni bundan sonra, və onu da qeyd edeyim ki, istər Sovet rəhbərliyi, SSR rəhbərliyi, hansı ki, SSR deyilən dövləti Rus xalqı qurmayıb. Bunu mən bir mənalı şəkildə tam məsuliyyətimlə deyirəm. Çünki hakimiyyəti ələ alan Bolşeviklər, hansı ki, Rus xalqının nümayəndələrinə ibarət deyildi, onlar ermənilərə daha çox qayğı göstərdilər. İndi baxsanız, hər bir Bolşevikin yanında 2 ya 3 erməni var. Başda Şamen olmalı. Buna görə də, Cavran, bunları izlədikcə, son nəticədə həmin hökumətin Qarbaçov başda olan yerli siyasət nəticəsində bütün Qərbi Azərbaycandan, bütün Azərbaycan əhalisi deportasiya edildi. 242 nəfər öldürüldü, 1415 nəfər yaralandı və bütün Azərbaycan əhalisi bütün var dövlətindən, mülkiyyətindən məhrum edildi. Cəmi müəllim bir şeyə toxundu. Bax, biz o hadisələri analiz edəndə, Çar Rusiyası ilə Sovet Rusiyasının siyasətini analiz edəndə eyni siyasi xətt davam edir. Sadəcə olaraq Çar Rusiyası dövründə erməniləri yerləşdirib inzibati ərazi bölgüsü ilə onların yerləşməsini həyata keçirirlər. Sovet Rusiyası dövründə artıq dövlət səviyyəsində qərarlarla burada olan əhalini, yəni Azərbaycan türklərini tamamilə köçürdülər, əksəriyyətini köçürdülər dövlət qərarları ilə. Və erməniləri hətta xaricdən, 46-cı ildən bütün xarici ölkələrdən erməniləri Ermənistana köçürdülər. Bizim əlimizdə bütün bu sənədlər var. Hamısını köçürdülər, gətirdilər Ermənistanda yerləşdirdilər dövlət qərarları ilə. Bax, fərq ondaydı ki, Çar Rusiyası dövründə indi Cəmi müəllim dedi, bəzi yumuşalmalar keçirdi, amma Sovet Rusiyası dövründə daha ciddi, daha dəhşətli hadisələr baş verdi. Çünki torpaqlarımız alınıb, nə qədər yaylaq əraziləri əllərimizdən alınıb Ermənistana. Bəxtiyar müəllimin dediyinə əlavə olaraq deyim ki, 1918-ci ildə Azərbaycan xalqına qarşı törədilən soyqırım sifarişini verən Sovet Rusiyası idi. Başda Lenin, Stalin və digərləri. Çünki bizim əlimizdə olan sənədlər bunu deməyə əsas verir. Bildiyimiz kimi, həmin dövrlərdə SSR dövründə demək olar ki, son dövrlərdə, SSR-nin dağılması dövründə artıq ermənilər bildiyimiz kimi hər 20-ci əsrdən başlayaraq ermənilər hadisələrin baş vermə səbəbləri hər hansı bir hadisə ilə bağlayaraq istifadə edilər. 1905-7-ci il hadisələri, 1-ci Dünya müharibəsi, 2-ci Dünya müharibəsi, sonunda isə SSR-nin dağılması ilə. Yəni hər bir halda onlar bu hadisələrdən istifadə edib, boşluqlardan, yəni dövlətlərin boşluqlarından istifadə edib, maksimum hətta 88-ci artıq orada yaşayan Azərbaycan türklərini tamamilə bir nəfər kimi öz ata boyutlarından çıxartdılar, deportasiya elədilər və tamamilə oranı təmizlədilər. O ermənilərin özlərinin də etiraf elədiyi kimi artıq o 600 il nəzərdə tutduqları siyasətə həyata keçirdilər. O torpaqlardan bizi artıq tamamilə köçürdülər və bu gün də o Ermənistan dediyimiz Qərbi Azərbaycan ərazisində bir nəfər olsun Azərbaycan türkü qalmadı.